Salamlar hər kəsə. Bugün sizə determinantın iki üsulla tapılma yolunu izah edəcəm. Deməli, elementləri verilmiş matrisin, yəni 1, 2, 3, 0, 1, 2 və 3, 2, 1 elementləri ilə verilmiş matrisin determinantını tapaq. Bunu iki yolla tapa bilərik. Birinci yol artırma yolu. Yəni, ilk iki sətri alt-alta altdan yazırıq. Birinci sətrin 1, 2, 3-ü dördüncü sətirdən və 0, 1, 2-ni isə 5-ci sətirdən yazırıq. Daha sonra çəkdiyim xəttlər kimi xəttlər çəkib, yəni baş diaqonal elementlərini hasilləri cəmindən çıxırıq yan diaqonal elementlərinin hasilləri cəminə. Yəni baş diaqonal elementlər dedikdə 1, 1, 1 vururuq plus 0 vur 2 vur 3 plus 3 vur 2 vur 2 minus artıq biz yana keçirik. Yana keçdikdə, yəni yan diaqonal elementlərini keçdikdə mütləq aralarında minus qoymaq lazımdır. Minus 3 vur 1 vur 3 minus 2 vur 2 vur 1 minus 1 vur 2 vur 0. Daha sonra isə hesablayırıq və nəticədə 0 alırıq. Keçək indi üçbucaq qaydasına. Üçbucaq qaydasını necə hesablayırıq? Verilmiş matrisin baş diaqonal elementlərini işarələyirik. 1, 1, 1 hasillərini yazırıq. Həmin baş diaqonal elementinin üstündəki ilk iki ədədlə ona uyğun olan üçüncü nöqtə, yəni işarələyirik. 2 vur 2 vur 3 üstə gəlmək. Daha sonra həmin baş diaqonal elementinə uyğun olan aşağıdakı ilk iki ədədlə ona uyğun nöqtəni. Yəni bu formada işarələyirik. 0, 2, 3. Artıq keçirik yan diaqonal elementlərinə. Yan diaqonal elementləri 3, 1, 3. Yan diaqonal elementlərini keçdiyində bayaq yuxarıda dediyim kimi minus yazırıq. Yəni 3, 1 vur 3 minusla yazırıq. Yenə minus. Həmin bu yan diaqonal elementinin üstündə olan ilk iki ədədin hasili və ona uyğun olan üçüncü nöqtə. 0, 2 və 1 yazırıq. Minus. Artıq həmin yan diaqonal elementinə uyğun olan aşağıdakı iki nöqtəyə baxırıq və ona uyğun olan üçüncü nöqtə isə yuxarıdadır. Yəni belə. 2 vur 2 vur 1. Və yenidən hesablayanda bayaq aldığımız kimi burada da 0 alacağıq. Əslində determinantı hesablayan zaman hansı üsulla eləyiriksə eləyək, nəticədə eyni qiymət alacağıq. Sadəcə iki üsulla. Əsas qayda üçbucaq qaydasıdır. Sadəcə bu biraz qarışıq olduğu üçün artırma üsulunu da izah elədim. Artırma üsulu ilə də həll eləyə bilərik.